bu neft qiymətlərinin artması bizə nə vəd edir? Ən yaxşı müəllim tarixdir də həmişə. Ən yaxşı müəllim. Ağıllı insanlar o tarixdən dərs çıxardır. Azərbaycan neftinin 148 dollar olan vaxtı da olub. 2007-2008-ci illərdə. Sönsünlər arxaya baxsınlar ki, o vaxt nəsə dəyişdimi? Ciddi şəkildə onların həyatında. O sualın cavabı oradadır. Gələk indi başqa tərəfinə, texniki və iqtisadi analiz tərəfinə. Azərbaycanın neftinin, ümumiyyətlə neftin qiymətinin qalxması Azərbaycanın xeyri, təbii, məntiq bunu deyir. Biz müharibədən əvvəl neftimizi 68 dollara satırdıq, bugün 118 dollara satır. Fantastik bir artımdır. Və bu hər 1 dollar artması Azərbaycana gün ərzində 450 min dollar gəlir gətirir əlavə. 10 dollar artanda 4,5 milyon, 20 dollar artanda 9 milyon günə, 40 dollar artsanda 18 milyon, bax indi də 50 dollara yaxın artıb, deməli günə hardasa 22-23 milyon dollar hər gün əlavə gəlirimiz var. Nəzərdə tutulandan artıq gəlirimiz var. Eyvallah, çox yaxşı. Amma biz ithxalçı ölkəyik də, biz istehsalçı deyilik ya. Biz hər şeydə xaricdən alırıq. Yaxşı, neftin qiyməti qalxanda, yanacağın qiyməti qalxanda Azərbaycana ithal olunan məhsulların qiyməti artmayacaq mı? Artacaq, necə ki biz bunu görürük. Artır və kəskin şəkildə artır, qiymət inflyasiyası artır. Yəni bizdə təsəvvür eləyin ki, ərzaq məhsullarının hardasa 26%-ni biz özümüz istehsal edirik. 74% biz xaricdən asılıyıq. 74%. Elektrotexnikada 100% asılıyıq. Bizim bu studiyada yerli istehsal nə var bu texnikadan? Nəsə var mı? Heç modern belə yerli istehsal deyil. Biz xaricdən mal alırıqsa, deməli oradan məhsulların qiyməti. Paltarda 86% xaricdən asılıyıq. Avtomobillərdə 100%-ə yaxın, avtomobil ehtiyac hissələrində 100%-ə yaxın. Yəni, bütün bunlarda biz xaricdən asılıyıqsa, deməli, xaricdən ithal inflyasiyası artacaq. Yəni, neftin qiymətinin artması qiymətlərə təsir göstərəcək. Qiymətlər artdıqca Azərbaycana daxil olan məhsulların da qiyməti artacaq və inflyasiyanın yüksəlməsinin şahidi olacaq ki, necə ki oluruq. Bugün bazar o tutub yanırdı oradan da. Mən o gün marketlərin, o şəbəkələrinin birində oranın yerli meneceri, baş meneceri də belə deyək, tanıdı, yaxınlaşdı, sual verdi, yenə İrandan, Turandan, bir dəqiqə deyəm, xiyar niyə 12 manatdır? Pomidor niyə 7 manatdır? Bu Avropadan bahadır. Mən keçən ay Barcelonadaydım, İspaniyadaydım. Çox orada ucuzdur. 2 avroydu da 4 manat. Necə olur bu? Necə olur ki, bu qədər bahalaşma gedir? Nə dedi cavab? Kənd təsərrüfatı deyir, mən kiməm ki, ona cavab verim? Doğrudan da o kimdir ki, ona cavab versin? Yəni, onun əlində deyil, o mənada. Bizdə kənd təsərrüfatı istehsalçısına adı, bizim o yazıq fermerə xeyri olsaydı, yəni adam dözərdi də, yazıq əziyyət çəkir, torpaqda eşələnir, qoy baha satsın, qazansın. Gedirsən regionlardan soruşursan, deyir, bizdə ən yüksək 1 manat 60 qəpiyə topdan satış ən keyfiyyətli xiyara alınır. O gəlir 12 manata çıxır bazara. 10 manata, 8 manata, 7 manata. Niyə? Deməli, burada zəncirdə problem var da. Biz dəfələrlə təklif elədik ki, böyük marketlər şəbəkələrinə ciddi dövlət güzəşt tətbiq eləsin. Desin ki, fermerlərlə bağladığın müqavilədən səndən vergi almayacaq satışda. Hətta əlavə dəyər vergisini 18%-dən 2%-də sənin üçün aşağı salacaq. Tək ki, get fermerlə birbaşa müqavilə bağlı. Eləyən varmı? Yoxdur. Niyə arada 3-4 zəncir yaranmalıdır ki? Niyə? Meyvəyə baxırsan, payız aylarında Qubadan şikayətçilər gəlmişdilər. Deyib, 45 qəpiyə biz almanı sata bilmirik. Həmin alma bazarda 3 manat idi. Niyə? Bax, bu məsələlə, bu zəncirlər halqası bu yerli məhsulla bağlı. Digər məhsullarla bağlı vəziyyət daha bərbaddır. Çünki istehsalımız yoxdur. Kərə yağı niyə bahalaşmasın ki, sənin istehsalın yoxdursa? Ət niyə bahalaşmasın ki, iri buynuzlu malqara 300 min azalıb 5 ildə, xırda buynuzlu, yəni qoyun keçi sayısı 1,7 milyon azalıb Azərbaycanda 5 ildə. Biz dedik, Qarabağ alandan sonra artacaq. Artmır, azalır. Hətta ona görə bahalaşmalıdır da. Ona görə Monqolistan ətinə möhtac qalmalıyıq, Somali ətinə möhtac qalmalıyıq. Bizim yerli istehsal artmalıdır. Yerli istehsal çoxaldıqca, artdıqca bəli, qiymətlər tənzimlənəcək. O yoxdur. Ona görə neftin qiymətinin artması bir tərəfdən çox yaxşı, büdcəmizə pul gəlir. Amma digər tərəfdən də hökumət üçün bir fürsət yaranır ki, yaxşı, büdcəyə pul gəlirsə, əlavə daxil olmalar neft fonduna və büdcəyə olacaqsa,
Sən vergini azalt, rüsumları azalt, cəmaət bir iqtisadi aktivliyi artırsın da, nəsə satsın, istehsal eləsin, qazansın, nəsə eləsin. Biz də onun da əksini görürük. Axı. Vergilər də artır, rüsumlar da artır, cərimələr də artır. Həm də bu müvəqqəti bir durumdur da, eləmi? Əlbəttə, yəni çünki İranda proseslər uzaq başı, məsələn, atəşkəs elan olunsa, müharibə bitdim desə 100-dən aşağı düşəcək. amma o olmasa, uzansa nə gözləyir? O Uzana fəlakət bilməz, İran üçün uzana bilməz, o. Bir də ki, yenə deyirəm, Amerika Birləşmiş Ştatları, mən onların davranışlarına, Trump'ın açıqlamalarına baxanda, aydındır ki, günün birində, mən elə gəlir ki, haradasa ayın sonunda, gələn ayın əvvəlində çıxacaq Trump, yanına alacaq yəni bir 50 nəfəri, deyəcək ki, eyvallah biz qalib gəldik. Biz gedirik. İran deyəcək, getməyə vuruşaq. Neyniyəcək İran? Amerika gəmilərini çəkəcək, tutalım, hər şeyi çəkəcək, deyəcək, bitdi. Mənim üçün müharibə qalibiyyətlə bitdi. İranı darmadağın elədi. İran 1000 il özünə gəlməyəcək bundan sonra. Mən getdim. Yəni, İran nə deyəcək? Deyəcək, sən Allah getməyə biraz da vuruş. Öyle olmayacaq. doğrudur.